Dünyanın ən çirkli çayı Hindistandakı Qanq çayıdır. Buna baxmayaraq yerlilər arasında bu çay müqəddəs hesab olunur. Onlar çayın suyunda çimir, dişlərini yuyur və hətta içirlər. Himalay dağlarından göz yaşı kimi təmiz başlayan çay öz yolu boyunca insan və sənaye tullantılarını toplayır və zəhərli su hövzəsinə çevrilir. Çay ölkə əhalisinin 40% üçün içməli su mənbəyi kimi xidmət edir ki, bu da təxminən yarım milyard insandır. Bu göstərici dünyanın hər hansı digər çayından çoxdur. Qəbul olunmuş normaya əsasən suyun içməyə yararlı olması üçün tərkibindəki zərərli bakteriyaların səviyyəsi 50 vahiddən, kənd təsərrüfatında istifadə olunması üçün isə 5000 vahiddən aşağı olmalıdır. Qanqda isə bu rəqəm 5500-dür. Müqəddəs çayın kənarı boyunca tullantıları atan çoxsaylı dəri zavodları, ağac emalı və tekstil fabrikləri, qəssabxana və şəkər fabrikləri yerləşir. Bu çayın keçdiyi hər şəhər heç bir təmizlik aparmadan kanalizasiyalarını ora tökür. Üstəlik də məişət tullantıları. Qanq çayının sahilində yerləşən müqəddəs Varanasi şəhərində hər gün çaya ibadət ritualları keçirilir. Bu zaman suya yanan fənərlər və güllər göndərilir. Varanasidə həmçinin vəfat etmişlərin yandırılması mərasimi keçirilir. Sonra küllərin qalıqları və tam yanmamış cəsədlər də çaya göndərilir. Ən dəhşətli və təəccüblü hal odur ki, çayın aşağısında insanlar bura yuyunmağa gəlirlər. Eyni zamanda bir çox insan Qanqda paltarlarını da yuyur. İnanılır ki, Qanq çayında çimməklə xəstəlikləri və günahları yumaq olar. Bir qurtum çay suyu isə ruhu təmizləyir. Burada uşaqların ölümünə səbəb olan xəstəliklərdən dezinteriya və vəba geniş yayılmışdır. Qanqda çimən uşaqlar mütəmadi olaraq bu xəstəliklərə tutulurlar. Lakin bu heç kimə mane olmur. Buna görə də hər gün milyonlarla Hindistanlı bura gəlir, öz sağlamlıqlarından narahat olmadan orada yuyunur və dişlərini fırçalayır. Siz Qanq çayında çimməyə cəsarət edərdinizmi?